Sadıq Dadaşov və Mikayıl Hüseynov Azərbaycan memarlıq sənətinin böyük ustadlarıdır və düşünürəm ki, 20-ci əsrin memarlıq sənətinin banisi də demək olar. Mən düşünürəm ki, Mikayıl Hüseynovun və Sadıq Dadaşovun tanışlığı bəlkə də lap uşaq yaşlarından başlayıb və sonra da onlara Allah Taala tərəfindən ayrılmış həyatları boyu, yəni birgə yaşadığı həyat boyu dostluq eləyiblər. Çünki hər ikisi Bakının ən möhtəşəm ailələrinin evladları idi. Sadıq Dadaşovun ailəsi məşhur milyonçu Dadaşovlardan idi. Gəmilər, neft, böyük zavodlar. Nəslin ən məşhur nümayəndəsi, Bakının xeyriyyəçisi, Bakıda gəmiçiliyin əsasını qoyan Hacı Ağa Dadaşov Bakıdan anadan olub. O yeganə Bakı milyonçusu idi ki, neftlə deyil, Bakıda 40-a yaxın mülk tikintisində və ticarət üçün gəmilər inşa etməklə məşğul olmuşdur. Bakıda ilk Avropa tipli məktəb açdı. İlk dəfə qocalar və kimsəsizlər üçün ev təməlini qoydu. Bakıya su kəmərinin keçirməsində də onun böyük rolu olub. Yusif Ağa və Əlabbas Ağa adlı iki oğlu olan milyonçu elə sağ ikən oğlu Yusif Ağanı özünə varis elan etdi. Yusif Ağa 1870-ci ildə anadan olub və Stockholm Universitetini bitirib. 12 dil bilən Yusif Ağa 20 yaşından gəmiçiliklə məşğul olub. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Duma binasının tikintisinə maliyyə edib. O 1918-ci ilin martında Bakıda vəziyyətin gərginliyini görür, öz hesabına Bakıya silah gətirdirir və kişilərə paylayır. O şəcərədən olan Ağa Abdullah Hacı Ağa Dadaş oğlu Dadaşov Azərbaycanlı ilk əczaçı olub. Təhsilini Almaniyada alıb. Mikayıl Hüseynov isə tanınmış zərgar nəslindən idi. Məşhur Hüseynovlar evi demək olar ki, Bakının zərgərlik sahəsində ən böyük ticarət evlərindən birisi idi. Hüseynov ailəsi otellər, yaşayış binaları, fabriklər və Rusiyanın cənubunda ən böyük zərgərliklə məşğul olan bir ailə olub. Onların Bakıda 72-dən çox daşınmaz əmlaki Xəzər dənizində 111 gəmiləri olub. Mənşəyinə görə Mikayıl Hüseynov Stalin repressiyaları dövründə istənilən vaxt həbs edilə bilərdi. 1937-ci ildə onların ailəsinin bir çox nümayəndəsi, təxminən 25 nəfər ailə üzvü öldürülmüşdür. Yetkinlik yaşında olan qohumlarından yalnız 4-ü sağ qalmışdı. Sadıq Dadaşov və Mikayıl Hüseynov bir yerdə oxuyublar, memarlıq sənətinə yiyələniblər. Mənim bildiyimə görə Mikayıl Hüseynovun bir bacısı Sadıq Dadaşovun həyat yoldaşı olub. Onların ən möhtəşəm əsərlərindən Nizami muzeyidir.
onların birgə işlədiyi yaşayış evləri, ümumiyyətlə Sadıq Dadaşov və Mikayıl Hüseynov devrinə aid romantizm üslubunda, milli romantizm üslubunda inşa olunmuş binalar onların birgə əsərləri idi. Təəssüflər olsun ki, bu birgə əməkdaşlıq çox qısa müddət oldu. Çünki Sadıq Dadaşov heç 40 yaşına çatmamış dünyasını dəyişdi ağır xəstəlikdən sonra. Və Mikayıl Hüseynov ondan sonra öz fəaliyyətini tək özünə daha bir həmkar götürmədi ki, bir yerdə işləsinlər, tək işləyirdi. Və mən bir memar kimi, bu mənim subyektiv fikrimdir, mən hesab edirəm ki, Sadıq Dadaşov dünyasını dəyişəndən sonra Mikayıl Hüseynovun yaradıcılığında o milli romantizm bir qədər söndü. Bunu əsaslandırmaq da olar, çünki devr dəyişdi, memarlıq yalnız funksional olmalıdır, insanlar üçün rahat olmalıdır, amma onun estetik cəhətlərinin o qədər də böyük əhəmiyyəti yoxdur. Azərbaycan memarlığı o 50-ci illərin ortasından təxminən hardasa bir 60-cı illərin sonuna qədər çətin bir devrini yaşadı. Mikayıl Hüseynov bax bu binada, bu gözəl binada uzun bir müddət Azərbaycan Memarlar İttifaqının idarə heyəti sədri vəzifəsində çalışıb. Biz o vaxtı lap cavan idik, amma çox böyük həvəslə cavanları da cəlb edirdi. Başa düşürdü ki, o təbəqənin, özünün həmyaşlarının dövrü yavaş-yavaş gedir və müasirlik lazımdır, cavanlar olmalıdır. Çünki Azərbaycan memarlığını kimlərsə yaşatmalıdır. Və biz böyük bir pliyada idik o vaxtı. Sənan Sultanov idi, Fikrət Hüseynov idi, Nizami Nağıyev idi, mən idim, cavan idik. Fazil Məmmədov idi. Təəssüflər olsun ki, bəziləri dünyalarını dəyişiblər. Bizi cəlb edirdi, biz bura gəlib gedirdik, biz iştirak edirdik, nələrsə tapşırırdı bizə, nələrsə görürdük. Ümumiyyətlə deməliyəm ki, gənclərə çox böyük diqqət yetirirdi. Mikayıl Hüseynov mənim şəxsi həyatımda, mənim şəxsən özümün həyatımda çox böyük rol oynayıb. Atamla dost olublar. Ümumiyyətlə, Mikayıl Hüseynovla çoxlu maraqlı söhbətlər var. Atamla bunlar bir günləri deməli Fransaya gedirlər. Beynəlxalq Memarlar İttifaqının konqresidir. Konqres bitəndən sonra iştirakçıları aparırlar Nitsaya 2 günlük istirahətə. Bunlar axşam deməli Nitsada dəniz kənarı gəzirlər ikisi. Birdən yanlarında bir açıq kabriolet dayanır. O kabrioletdə də 2 nəfər qadın. Çox gözəl, gənc qadınlardır. Mikayıl Hüseynov mükəmməl fransız dilini bilirdi, təmiz danışırdı fransız dilində. Deməli, nəysə danışırlar Mikayıl müəllimlə. O nəysə cavab verir, qızlar gülüb çıxıb gedirlər, maşını sürüb çıxıb gedirlər. Atam deyir ki, Mikayıl, bunlar nə dedilər ki, sən nə cavab verdin, bunlar güldülər. Deyir, onlar bizi dəvət eləyirdilər, onlarla bir yerdə gedək gəzməyə, amma mən onlara dedim ki, bizim pulumuz yoxdur. Səhhətinə çox diqqətlə yanaşırdı. May ayından başlayırdı dənizdə çimməyə. Üzürdü, bilirsiniz nə dər? 2 kilometr, 3 kilometr çıxır gedirdi. Biz sahildə dayanıb baxırdı, gördük ki, itirmişik, yoxdur, görmürük. 75 yaşında insan və oktyabra qədər, 89-cu il idi. Mikayıl müəllim gəmi ilə kruiz var idi Yaponiyaya, getmişdi ora. Qayıdandan sonra çoxlu fotolar, çoxlu maraqlı söhbətlər, filanlar, beşməkanlar.
Hamı durduq dağılışmağa, mən dedi qal. Mən qaldım, mənə qayıtdı dedi ki, bilirsənmi, mən orada kruizdə Bakı İcraiyyə Komitəsinin sədri Niyazi Qaraqaşlı idi, tanış oldum. O da bizlə idi orada istirahətdə. Və mən ona narazılığımı bildirdim ki, il yarımdır, Bakının baş memarı yoxdur. O vaxtı Rasim Əliyev artıq çıxıb getmişdi və il yarım idi, həqiqətən heç kimi təyin eləməmişdilər. Bəs belə olmaz, Bakı ciddi şəhərdir, böyük şəhərdir. Niyazi müəllim qayıdır, deyir ona ki, mən adam tanımıram, mənə məsləhət görün. Və Mikayıl Hüseynov əlbəttə adımı orada çəkmədən deyir ki, mən təklifimi verəcəyəm. Mənə qayıtdı, dedi ki, mən sənin namizədini təklif eləmək istəyirəm, amma əvvəl sənin razılığını almalıyam. Qorxun yoxdur ki. Dedi, Mikayıl müəllim, mənim ixtisasımdır da, mənim sənətimdir, mən bunu oxumuşam. Mən bunu oxumuşam və o vaxtı mənim cəmi 40 yaşım var idi. Dedim və artıq institutu bitirəndən sonra mən heç neydən məşğul olmamışam. Mən ancaq memarlıqla məşğul olmuşam. Hətta təyinatla da 71-ci ildə məni Bakı İcraiyyə Komitəsinə, deməli, Memarlıq Planlaşdırma İdarəsinə bir mütəxəssis kimi işə göndəriblər. 5 ildə işləmişəm orada. Sonra çıxıb getmişəm layihə işində işləmişəm və mənim üçün dedim, orada belə bir yenilik yoxdur. Əlbəttə məsuliyyətlidir, amma qorxmuram. Dedi, onda mən deyəcəyəm. Nəhayət, Bakı İcra Komitəsindən zəng vurdular, dedilər ki, bəs sizi dəvət edirlər, gəlin. Gəldim, Qaraqaşlı ilə görüşdük, söhbət elədik, o məni tanımırdı. Heç bilmirdi mən kiməm, hansı ailədənəm, nəyəm, nə deyiləm. Mikayıl mənim nə demişdi, demişdi. O da mənə sual verdi ki, qorxmursan? Dedim, yox, qorxmuram. Dedi, onu sabah işə çıx. Dedim, yox, mən elə eləyə bilmərəm, çünki mən böyük bir layihə institutunun baş memarıyam və orada başlanmış işlər var. Mən onları tamamlamasam, mən oradan gedə bilmərəm. Orada həmkarlarım var, kollektiv var, mən onları atıb gedə bilmərəm. Dedi, onda neçə müddət lazımdır? Dedim, heç olmasa ilin axırına kimi mənə vaxt lazımdır. Dedi, yaxşı. Bu, noyabrın sonudur. Dekabrın 4-də mənə zəng vurdu. Dedi ki, bəs yox, mən gözləyə bilmirəm, gəlin, mən icazə verirəm. Yarım gün burada, yarım gün orada. Gəldim. Həmən günü əmrimi verdi. Həqiqətən məni baş memar vəzifəsinə məsləhət görən Mikayıl Hüseynov idi. Və 12 il mən orada işlədim. Bu 12 ildə əlbəttə ki, Mikayıl Hüseynov mən oraya gedəndən sonra 2 ildən sonra dünyasını dəyişdi. Təəssüflər olsun. Amma o 2 ili demək olardı ki, həftədə 3 dəfə, 4 dəfə ya mən zəng vururdum, məsləhət edirdim, ya özü zəng vururdu, nəsə yadına düşürdü, deyirdi ki, buna diqqət yetir, buna bax, bunu mütləq nəzərindən qaçırma. Azərbaycan memarlığı haqqında bu gün biz düşünəndə həmişə yada salmaq lazımdır ki, bizim bugünkü uğurlarımızda Mikayıl Hüseynov və Sadıq Dadaşovun yaratdığı məktəbin davamıdır. Bu məktəb 20-ci əsrin əvvəllərində, yəni 30-cu, 40-cı illərdə yaranmasaydı, ola bilsin ki, bizim bugünkü uğurlarımız da o səviyyədə olmayaydı. Çünki onlar memarlıqda millilik adətini yaratdılar. O adət, bayaq dediyim kimi bir müddət yoxa çıxdı, amma Heydər Əliyevin Azərbaycanda 69-cu ildə hakimiyyətə gəldiyindən sonra onun təqidi ilə yenə də bu adət bərpa olundu və yenə də bunu edənlərdən ən böyüklərdən Mikayıl Hüseynov idi. Yəni, mənim çox yaxşı yadımdadır. O vaxtı Heydər Əliyev həmişə deyirdi ki, memarlıq müasir olsun, amma milliliyi mütləq olmalıdır. Hayif ki, Sadıq Ələkbəroviç Dadaşovu görmədim. O vaxtı mən çox dostluq eləyirdim. Qəbər xanım Almazzadə idi. Bir dəfə də onlara gedəndə Qəbər xanım mənə dedi ki, sən bugün piyano çalma. Bizim çox yaxşı qonşumuz rəhmətə gedib. Mən dedim, kimdir bu?
O mənə dedi ki, bu çox görkəmli memardır, Sadıq Aleksandroviç Dadaşov. Deyirsən, bilərsən, onun yaxın yoldaşı Mikayıl Hüseynovdur. Mən Mikayıl adını eşitmişdim. Sonra deyirdilər ki, Mikayıl Hüseynov vurulub Qəbər Almanzadə. Belə söhbət də var idi. Çox qonaqpərvər adam idi. Hərdən deməli bizim uşaqlar institutun işçiləri gedirdilər onun yanına. Mikayıl deməli özü tikdiyi evdə Neftçaynik prospektində qalırdı. Mən gedirdim hərdən birdən özüm onun yanına. Memarlıqdan söhbət gedirdi, oradan buradan. Ancaq hərdən birdən öz uşaqlığından, öz deməli həyatından da danışırdı mənə. Deyirdi ki, uşaqlıqda mən Sadıqla çox yaxın idik. Dostluq eləyirdim mən lap uşaq vaxtından. Bərabər deyir, üzməyə gedirdik. O da, mən də üzməyi çox sevirdik. Çıxırdıq evdən, gedirdik Sabunçu vağzalına. Oradan gerek ki, bilmirəm, Mərdəkanacan elektrişka gedirdi. Sonra binirdik Kukuşkaya. Kukuşka gedib aparırdı biz bilmirəm hara. Oradan da çıxıb minirdik avtobusa, gedirdik Primorski stansiyasına. Primorski'da deyir, axşamacan çimirdi, yedirdi, abratla qaydırdıq. Milli memarlığla Mikayıl'da, Sadıqda cavanlıqdan məşğul idilər. Onlar vaxtilə bu Bakıdakı sarayını geziblər, onun çötözlərini eləyiblər, böyük albom buraxmışdılar. Dvorets Şirvanşahov, Baku. Mikayıl danışırdı ki, mənim atam milyoner idi. Deyir, bu dönüş olanda, revolüsiya vaxtı. Deyir, biz bütün şeylərimizi hamısını atdıq. Evini də göstərirdi ki, haradaydı evləri. Qaçdıq içəri şəhərə. Sadığın da atası, o da deyir, çox zəngin adam idi. O da, mən də, ikimiz də deyir, bütün illəri qorxa-qorxa yaşayırdıq ki, bir gün yox, sabah bizi tutacaqlar. Özü də ki, belə vaxt idi, Mikayıl Müşfiqi tutdular, çox adam tutdular, sürgün elədilər. Bunlar da həmişə qorxurdular.
Konkursda onlar deməli birinci yer tutdular. Layihələri tikildi. O layihədə qəşəng mayolika üslubunda işlər vardı. Onları Lətif Kərimov eləmişdi. Çox qəşəng. O qədər qəşəng idi ki, bu layihə Stalin mükafatına layiq görülmüşdü. Это сталинская премия спасла их от репрессий. Ən möhtəşəm əsərləri Moskvada Kənd Təsərrüfatı sərgisində Azərbaycan pavilyonudur və sırf Sadıq Dadaşovun və Mikayıl Hüseynovun layihəsi əsasında bərpa olunur. Bunu edən Heydər Əliyev fondudur və bildiyimə görə bu işlər birbaşa ölkənin birinci vitse-prezidenti və Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın nəzarəti altındadır. O binaya görə onlar dövlət mükafatı alıblar vaxtı ikən. Mən Mikayıl müəllimin tələbəsiyəm. Bundan elə başlayayım. Onu da demək lazımdır ki, ilk dəfə mən Mikayıl Üsküdar'ı hardasa 1949-cu, bəlkə 50-ci ildə gördüm. Sonra tarix belə gətirdi ki, mən institut bitirəndən sonra təyinatımı aldım Azərbaycan Dövlət Layihə İnstitutuna, onun emalatxanasına. Orada başladım işləməyə. Orada bir dəstə cavan memarlar işləyirdi, onun rəhbərliyi altında. O cümlədən mən bunların içində ən cavanı idim. Biz başladıq orada işləməyə. Belə oldu ki, 1980-ci illərin əvvəllərində Londonda Azərbaycan sərgisinin memarlığının, Bakı memarlığının sərgisinin yaranmasını biz çatdırdıq o vaxt ki, Mərkəz Komitənin katibi Heydər Əliyevə. Və razılıq aldıq ki, bu işlə məşğul olun. Bir neçə il keçdi, hazır idi sərgi. Sərginin materialları gedib çatmışdı ünvana. Və belə oldu ki, təsadüfən biz Moskvada olanda rəhmətli Zərifə xanım onun halı piçiydi, o ömrünü dəyişdi. Bax, bu çətin ərəfədə, bu ailə tragediyasında Heydər Əliyev vaxt tapıb bu məsələ ilə ki, Mikayıl Hüseynovun 80 illiyinə buna sosialist əmək qəhrəmanı adı verilmək üstündə çalışırdı, Politbüronun üsulları ilə böyük iş aparırdı. Nəhayət belə oldu ki, Mikayıl Hüseynov getdi Londona, özüm qaldım, yas mərasimində iştirak elədim, amma ayın 17-si apreldə Heydər Əliyev çağırdı məni, dedi ki, nəhayət ki, mən bu məqsədimə nail oldum. Sənin müəllimənə də, sonra dahi bu memarımıza da sosialist əmək qəhrəmanı adı alıbdır. Ala bu Pravda qəzetini
Sabahki nömrəsi də 18 aprel. Mikail Hüseynovun ad günüdür. Və orada Şekspir teatrası əvəzinə biz Mikail Əlişgər Hüseynovun 80 illiyini o həmən klubda, böyük bir zalda keçirdik və orada o Robert Chester elan eləyəndə ki, Mikail Hüseynov Kraliça Akademiyasının fəxri üzvü seçilibdir, oriental şərq memarlıq sahəsi üzrə. Mən də Sovet İttifaqının Mərkəzi Komitəsinin və Nazirlər Sovetinin qərarını oxudum. Pravda qəzetində payladıq bütün iştirakçılara. Bax, belə bir təntənəli surətdə Mikail Hüseynovun 80 illiyini biz orada keçirdik. Все 6 поколений архитектурной династии грузинских архитекторов семьи Курдиани, представителем которого я являюсь, имели какое-то отношение к Баку. Начиная от моего прадеда Гиго Курдиани, на заре своей карьеры он работал у нефтепромышленника Нобеля в Баку. И кончая, конечно, моим дедом Арчил Григорьевичем, его супругой Кетеваной Николаевной, они были первыми дипломированными архитекторами Грузии. Они были очень близко дружны с Дадашевым и с Хусейновым. Дадашева, естественно, я не помню, потому что он скончался задолго до моего рождения, а с Микаилом Алексеевичем я был очень близко знаком. И с детства имя Микаила Алексеевича в нашей семье большим почетом и с большим уважением произносилось. И это у меня, видимо, с детства было как-то в моей памяти, я запомнил это. В 80-х годах так случилось, что после второго курса архитектурного факультета меня забрали на срочную службу. И после какого-то периода я оказался в Баку. Естественно, как только Микаил Алексеевич об этом узнал, он постарался оказать какое-то внимание внуку своего близкого друга. Они были близкими друзьями не только потому, что они оба были народными архитекторами. За всю историю Советского Союза только 10 архитекторов были удостоены такого почетного звания. Просто у них была очень большая дружба. Он меня изредка забирал к себе домой. Я помню, на проспекте Нефтяникова он жил в своем собственном построенном доме. В Баку автором этого проекта был Микаил Алексеевич. В Тбилиси автором была моя бабушка Кетевана Николаевна. И, если я не ошибаюсь, в Киеве. Больше нигде этот проект не смог осуществиться. И вы знаете, один раз, естественно, в субботу-воскресенье я выезжал в увольнение с легкой руки Микаила Алексеевича, но один раз вдруг меня вызывают на проходную, это было среди недели, неурочное время, стоит его машина, я издали увидел, чуть-чуть опущено стекло, Микаила Алексеевича я там увидел, командир части стоит. Я подбегаю, командир части говорит, срочно садись в машину, уезжай. Я говорю, что случилось? Документы, что не надо никаких документов, уезжай. Ну, я ужасно разволновался, потому что дедушка, бабушка уже в преклонном возрасте были. Мой дед был на 2 года старше Микаила Алексеевича. Я сел в машину, и как вы думаете, что он мне сказал в машине? Он мне сказал, Арчил, я это никогда не забуду. Хоть ты сейчас и солдат срочной службы, но ты будущий архитектор. Архитектура развивается молниеносно. Ты должен всегда знать, как она развивается, в каком направлении развивается. Я сейчас еду с аэропорта, только что прилетел из Лондона, привез кассету с новым фильмом о современной архитектуре. Мы должны это срочно посмотреть. Это был повод, чтобы меня забрать из воинской части. Вы знаете, я очень любил и очень уважал этого человека. Я часто езжу в Баку, у меня очень много друзей здесь. И если есть возможность, я всегда в пантеон захожу и преклоняю голову перед его могилой. И та скульптурная композиция, которая стоит над его могилой, я считаю, что потрясающе найдена, потому что она олицетворяет именно зодчего Микаила Алексеевича Hüseynova. Azərbaycan Milli Elm Akademiyası 75 illik yubileyinə hazırlaşır. Təsisçilər sırasında da əlbəttə Azərbaycanın çox görkəmli alimləri, 15 görkəmli alim Azərbaycan Elmlər Akademiyasını təsis etdilər. Sadıq müəllim də, Mikail müəllim də demək olar ki, Azərbaycan memarlıq sənətinin, memarlıq elminin baniləridir. Və bu gün də həmin o məktəb bir neçə mərhələ keçib
bu mərhələlər keçdikcə çox görkəmli alimlər həmin məktəbləri təmsil ediblər. Həm Azərbaycanda, həm Azərbaycan hüdudlarında, uzaqlarda. Bu gün də bu məktəblər Azərbaycanda fəaliyyət göstərməkdədir və akademiyamızda, ümumiyyətlə respublikamızda yenə də bu sənət, yəni ki, memarlıq sənəti inkişaf edir. Siz özünüz görürsünüz ki, Azərbaycan, ələxüsus bizim paytaxtımız Bakı gün-gündən gözəlləşir. Burada əlbəttə yenə də həmin o memarlıq məktəbinin nümayəndələrin şübhəsiz ki, böyük bir rolu, iştirakı vardır. Nəsillər keçdikcə qərinələr keçəcəkdir, artıq genişlənəcək, böyüyəcəkdir. Amma tarixdə bu iki ad, iki memar, iki Azərbaycan ziyalısının adı qalacaqdır.